izləyicilər, Zərif Göc yenidən sizlərlə görüşə gəlib. Verilişimizin bugünkü qonağı sözün gücünü zərifliyi ilə birləşdirən yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı Xəyalə Sevildir. Hoş gəlmişsiniz Xəyalə xanım. Teşekkür ederim. Biz sizi bildiyimiz kimi təqdim elədik və siz özünüzü necə təqdim eləmək istərdiniz? Əslində könül istərdi ki, Xəyalə Sevil demək yetərli olsun, ancaq düşünürəm ki, hələ yetərli deyil. Ona görə belə deyə bilərəm, Xəyalə Sevil, Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin üzvü, 6 kitab müəllifi və belə davam etmək olar. Xəyalə xanım, çoxları şeirə sonradan gəlir, amma siz sözlə ikinci sinifdən tanış olmuşsunuz. Bu yol necə başladı? Mən ilk şeirlərimi yazanda 8-9 yaşım var idi. Təbii o vaxtı nəinki şeirin nə olduğunu, hətta şeirin nəzəriyyəsinin nə olduğundan xəbərim yox idi. Bölgülər, qafiyə, heç nədən xəbərim olmadığı halda sadəcə bir həvəskar şəkildə şeir yazmağa başlamışdım. Əslində şeir də demək olmazdı, indiki baxışımla şeir də demək olmazdı. Sadəcə şeirə oxşar bəndlər yazmağa başlamışdım. Şeir indi mənim üçün bir məsuliyyətdir, ancaq həmin vaxt üçün ilk başlanğıc bir həvəs idi. Daha çox ailəmə oxuyurdum şeirlərimi, anama oxuyurdum və bir də mənim babam indi dünyasını dəyişib, Allah rəhmət eləsin, mənim şeir yazmağımda önəmli rolu olan insanlardan biridir. Həmin dövr üçün babam öz yazarları arasında da istedadlı bir şair idi, öz dövrünün istedadlı şairlərindən biri idi. Daha çox yol göstərirdi mənə, məsləhətlər verirdi, çox uzaq görən insan idi, çox yaxşı məsləhətlər verirdi və mənlə bağlı çox gözəl proqnozları var idi. Bəzən onları həyata keçirmişəm, ya bilmirəm, tale ilə qismət eləyib ki, həyata keçib onlar. Düşünürəm ki, babamın sözündə həqiqət var idi. Bəs bir şeir adamı kimi babanız sizin şeirlərinizi oxuyurdu mütləq ki. Bəli, bəli. Necə sizə rəylər bildirirdi? Çox yüksək fikirdə idi. Bilmirəm, mən belə düşünürəm ki, bəlkə də sırf o şeirlərimlə bağlı deyildi onun yüksək fikri. O doğmalıq hissi ilə, nəvəsi idi. Üstəlik də ki, özü şair olmağına baxmayaraq istədiyi yerdə deyildi. Məndən ümidi daha çox idi. Həmişə deyirdi ki, sən Azərbaycanda yox, dünyada şöhrət tapacaqsan. Hələ babamın öz sözünə həyata keçirməmişəm, ancaq babamın mənim haqqımda məndən gözləntisi çox böyük idi. Şeirlərinizdə əsas mövzular sevgi, məhəbbət, ayrılıq, yəni əsas deyəndə daha çox. Bəli, bəli. Ümumiyyətlə bu bir seçimdir, yoxsa necə? Əslində mən bunu sırf məhəbbət, sevgi kimi qiymətləndirmək istəmirəm. Necə? Mən düşünürəm ki, bu şeir fərd işidirsə, fərd də duyğulardan ibarətdir. Mən düşünürəm ki, yəni bu psixoloji tərəflərdir, mənim hiss elədiklərimdir. Mən bunu sevgini də hiss eləyə bilərəm, adi bir ruhi sarsıntıları da hiss eləyə bilərəm. Yəni yazdıqlarım əsasən ruhumun vəziyyətidir. Demək, ruhum daha çox sevgi vəziyyətində olub, daha çox sevgini hiss eləmişəm ki, daha çox bunlara yazmışam. Bəs ruhu daha çox sevgini hiss eləyən Xəyalə Sevil üçün sevgi nə deməkdir? Mən sevgi haqqında, belə deyək də, sevgi haqqında müxtəlif yaşlarda müxtəlif cür çıxış eləmək olur. Mən indi bu yaşımın, bu təcrübəmin fikri ilə, gəldiyim nəticə ilə belə deyə bilərəm ki, sevgi indi mənə görə qədir bilməkdir. Məsələn, mən qədrini bilmədiyim adamı demək sevmirəm və yaxud da mənim qədrimi bilməyən adam demək məni sevmir. Yəni, sevgi tək ürək tərpənişi deyil, ağılla ürəyin vəhdətidir. Əsasən də bu yaş üçün. 20 yaşlarda, məsələn, tamam fərqli düşünə bilərsən, ancaq bu yaşa gəlib çıxmışsansa, elə bilirəm ki, mütləq ağılla ürək vəhdət təşkil eləməlidir və qədir bilməlidir. Ümumiyyətlə, insan üçün önəmli faktordur qədir bilmək məsələsi, dəyər bilmək məsələsi. Onda sizə görə sevginin kateqoriyası yoxdur? Sevginin kateqoriyası var. Daha gənclik dövrü və indiki dövr, bundan sonrasıdakı qismət sevgi necə olacaq bilmirəm. Mən sizin təxəllüsünüzün tarixçəsini oxuyanda çox təəccüblənmişdim, amma mən istəyirəm ki, siz bu tarixçəni özünüz izləyicilərimiz üçün danışasınız. Necə oldu ki, Sevil təxəllüsünü seçdiniz? Hə, bu doğrudan da maraqlıdır. Demək, əslində Sevil mənim qaynanamın adı olub.
Və mən onu görməmişəm heç vaxt. Biz ailə quranda artıq o dünyasını dəyişmişdi və yoldaşımın ona olan məhəbbəti, mənim də yoldaşıma olan məhəbbətim gətirdi belə bir şeylə nəticələndi. Üstəlik ki, mən düşünürdüm ki, mənim qızım olacaq, adını Sevil qoyacağam. Ancaq bu adı özümə təxəllüs götürəndə qızım hələ dünyaya gəlməmişdi. Sadəcə mən balıq bircəyəm, bilmirəm, mən bəlkə də bu intuisiyaya çox fikir verirəm. Mən elə bilirəm ki, mən gələcəyimi proqnozlaşdırmışam, məndə nələr olacaq və əksərən onları yaşamışam. Mən əmin idim ki, mənim qızım olacaq, adını Sevil qoyacağam. Həmin ərəfədə kitabım çıxmalıydı. Kitabı Xəyalə Sevil adıyla kitabımı çıxartdıq. Qızım dünyaya təbii gəlməmişdi. Ondan hardasa bir il sonra qızım dünyaya gəldi və mən o dövrdən bu yana Xəyalə Sevil təxəllüsü ilə yazıram. Ancaq bunu deyim ki, mən sırf ad olaraq götürdüm, ancaq fikrimdə necə tutmuşdum? Xəyalə Vergül Sevil, Xəyalə Sevil. Bunu daha çox feil olaraq, yəni ism olaraq yox, daha çox feil olaraq özümə götürdüm. Bəs Xəyalə Sevil bir feil olaraq doğrudan da oxucular tərəfindən necə sevilir? Məncə sevilir. Məncə yəni təvazökarlıqdan uzaq danışmalıyam, deyim ki, bunu oxucular desin filan, yox. Məncə insan öz qədərini bilməlidir. Yəni mən əgər yaxşı yazdığıma inanmasam, mən nəsə dediyimə, həqiqi söz adına nəsə dediyimə inanmasam, mən o yazdıqlarımı heç təqdim etmərəm. Yəni mən öz qədərimi bilirəm. Məsələn, mən elə şeylər haqqında tutaq ki, belə deyək də, bir dərzi paltar haqqında tikir, düzəldir. Mən sadəcə baxacağam ona. Hansısa maşın silahları, maşını sökür, yığır, mən sadəcə baxacağam ona, danışa bilmərəm. Amma şeirlə bağlı necə olsun ki, mən danışa bilməyim? Mən mütləq danışmalıyam və mənim ona sözüm var və mənim ona haqqım da var. Ona görə mən özümü kiçiltməyəcəm. Mən deyəcəm ki, bəli, Xəyalə Sevil sevilir. Bəs elə bir şeyiniz olub ki, oxuyucunuz bunu oxusun, sizə yazsın ki, yaxud da desin ki, bu mənim əslində həyat hekayəmi danışır. Elə bir anla qarşılaşmısınız, elə bir an yaşamışsınız? Çox olub, bəli, çox olub. Ona görə çox olub ki, mən də insanam, mən də hamının yaşadığı duyğulara yaşayıram. Yəni mən yeni bir duyğu yaşamıram, mənə məxsus bir duyğu yoxdur, hamının yaşadığı duyğulara yaşayıram. Ona görə hər şeirdə kimsə nəsə mütləq tapır. Amma sizin həm də şeirləriniz sosial şəbəkədə çox izləyicisi olan bədii səhifələrdə də paylaşılır. İstər-istəməz o sizə yeni bir oxuyucu auditoriyası da qazandırır, yeni rəylər də qazandırır. Ümumiyyətlə, həmin o platformalarda sizə təsir edən hər hansı bir rəy varmı, yaxşı mənada motivasiya verən? Yaxud da ki, baxmışsınız, o sizə yenidən şeir yazmağa ilham verib həmin rəy. Bilirsiniz, mən indi xatırladım bunu, bəlkə də unutmuşdum. Mən hardasa bir 15 il bundan əvvəl bir dəfə bir rəyə rast gəldim. Hətta girdim profilinə də baxdım. Mən adətən rəyləri çox az oxuyuram, reaksiya vermirəm. Ancaq həmin vaxtı necəsə girib hətta profilinə də baxmışdım. Demək çox mənim diqqətimi çəkmişdi həmin rəy. Yaşlı bir kişi idi. Mənə yazmışdı ki, qızım, sənin üçün çətin olacaq. Ona görə ki, həm istedadlısan, həm gözəlsən. O ikisini vəhdətdə saxlamaq. Yəni mən sonradan onu daha çox başa düşdüm ki, çox düz deyirdi. Nə baxımdan düz deyirdi? Söz deyəcəksən, sənə baxacaqlar. Ya sənə baxacaqlar, şeirinə baxmayacaqlar. Hansını qabağa apara biləcəksən? Bu idi önəmli olan şey. Həmişə mənim o rəy xüsusilə diqqətimdədir. Bəs sizə görə şeir, daha doğrusu şair sevilmək üçün yazmalıdır, yoxsa yazdığı üçün sevilməlidir? Əgər şair bunu hesablayırsa ki, sevilmək üçün nəsə yazmalıyam, bu publikaya işləmək deməkdir və bu cür yaranan şeirlərin hamısı pafoslu şeirlər olacaq. Mən məsələn şeir yazanda heç vaxt kənara düşünməmişəm. İkinci bir oxucunu belə düşünməmişəm. Yazıram, burada şeir mənə xidmət eləyir. Mənim duyğularımın ağırlığını şeirə qoymaqdır məqsəd. Burada mənim həmin duyğulardan azad etməkdir məqsəd. Başqa bir nəfər olmur. Yazıram, bitirirəm, artıq şeir məndən çıxdı. Ondan sonra kim istəyir götürsün. Ondan sonra kim özünü tapırsa şeirdə götürsün. Ancaq həmin müddətdə, yəni mən heç vaxt sevilmək üçün, fikrimi çatdırmaq üçün heç nə ilə yox, sadəcə özümün həmin duyğulardan azad etmək üçün yazıram. Bir növ şeir meditasiyadır mənim üçün, ilkin mərhələdir. Bəs oxuyucular ixtiyara buraxdığınız o rəyləri, hissləri, buraxdığınız şeirlərdən aldığınız geri dönüşlər sizi bir yazıcı olaraq, yazar olaraq, şair olaraq təmin eləyir? Belə deyək də, mən biraz
bəlkə də bu biraz qəribəlikdir. Çünki nə pis fikir məni aşağı aparır, nə yaxşı fikir məni yuxarı qaldırır. Mən o qədər özümü görürəm ki, öz həddimi görürəm ki, yəni heç nə mənə təsir eləmir. Kimsə məni lap belə məsələn aşağı şair kimi qiymətləndirə bilər, yenə bir şey dəyişməyəcək mənim üçün. Və yaxud da əksinə şedevr yazırsan filan, mən onu da yəni qəbul etməyəcəm, onu da qəbul etməyəcəm. Özümün qəbul etdiyim bir sərhəd var. Ona görə mən oxucu rəyi maraqlıdır. Təbii xoş sözlər yazırlar, adama xoş gəlir. Ancaq deyim ki, o yəni mənim sənət olaraq mənə təsir etmir. Bir insan olaraq, bir şair olaraq sadəcə xoş gəlir. Bundan başqa heç bir şey. Bundan öncəki fikirlərimizə qayıtmaq istəyirəm. Yoldaşınız haqqında qısa olaraq danışdınız. Sizin müsahibələrinizin birində belə bir cümlə qurmuşdunuz ki, bəs mənim yoldaşım mənim bircə şeyimdən narazı ki, mən ateistəm. Amma şeirlərinizin bəzilərində ilahi ilə bir dialoqa gələn bir şair var. İlahi səninlə dəyməsin aram. Əslində bilmirəm o hansı müsahibədir. Mən ateist yox, mən deistəm. Ancaq bəli. Mən deistəm. Yəni deistlik də bir növ ateistliyə yaxındır əslində. Sadəcə mən əslində deist, ateist bunların hamısını bir kənara qoysaq, bilmirəm buna nə ad vermək olar, mənim hiss etdiyim duyğuya, mənim Allahla olan bağıma hansı ad vermək olar. Mən düşünürəm ki, mən dindarlardan da daha yaxınam Allaha. Hətta onlardan da yaxınam. Sadəcə mən dinin təbliğ etdiyi, dinin bizə təqdim etdiyi Allahı qəbul etmirəm. Yəni o deyil də mənim dua etdiyim, dua etmək də deyil. Məsələn, insanlar çətinə düşəndə adətən Allaha dua edirlər, Allahdan nəsə istəyirlər. Mən bunu Allahdan istifadə kimi qəbul edirəm. Mən Allahla danışıram, mütləq hər gün danışmalıyam. Nə bilim, nəsə danışıram onunla, dost kimi, yaxın kimi. Demək, Allah mənim üçün vicdandır. Allah mənim üçün ondan nəsə istəmək üçün bir yer deyil. Ona görə yazmışam ki, ilahi səninlə dəyməsin aram, ilahi çoxdandır göyə baxmıram. Yəni göyə baxmayanda, Allahla danışmayanda düşünürəm ki, bizim aramız dəyə bilər. O məsafəni, o doğmalığı güclü saxlamaq istəyirəm. Həddinizi bütün mərhələlərdə gözləyirsiniz də bir növ. Bəli, sadəcə bir şey istəmirəm Allahdan. Allah özü bilir. O mənim ürəyimi bilir. Allah məni tanıyır. Heç kimdən, hamıdan daha gözəl tanıyır. Ona görə ondan nəsə istəmirəm ki, mənə ay Allah, nə olar? Belə adətən belə yalvarışlar olur axı. Mənimki sadəcə söhbətdir Allahla. Allaha yalvarış deyil. Amma sizin həm də şeirinizdə qadınların əslində güclü tərəfinin zəif tərəfləri də var da. Orada məsələn şeirlərinizin birində demişsiniz ki, bütün güclü qadınlar bədbəxtdir. Ümumiyyətlə bu ifadələr, bu fikirlər əslində cəmiyyətdə özünü doğruldan fikirlərdir. Amma bu sizin şəxsi təcrübənizə dayanaraq şeydir, yoxsa ümumiyyətlə qadınlara baxdığınız bir müşahidənin nəticəsidir? Əslində hər insanın həyatında elə bir dönəm mütləq olur ki, ondan sonra ikinci mən başlayır. Artıq bir dönəm qapanır, ikinci bir dönəm başlayır. Yəqin ki, həmin dövrə düşüb mənim o şeiri yazdığım ərəfə. Ancaq mən belə deyirəm ki, belə düşünürəm ki, heç kim doğulanda güclü doğulmur. Güc insana sonradan təcrübələr əsasında verilir. Bu güc indi təbii fiziki gücdən getmir söhbət. Qadının fiziki gücü olmasa da olar, ancaq mənəvi gücü təbii olmalıdır. Və mənəvi güclü olan qadınların içərisində mütləq təklik olur. Çünki artıq o qapalıdır da. O mənim bir şeirimdə var idi ki, bağlı qapılarım var mənim. Yəni mənim o bağlı qapılarım var. Hansı ki hamı o qapının kənarında da, çox az adam qapının içərisindədir. Yəni o güc də o qapıları bağlayır adama. Demək içəridə sən biraz təksən. Nə qədər adam olsa belə, demək o boşluqlar var içəridə, amma qapının qarşısında ajotajdır. Millət var, amma içəridə az adam var. Yəni həmin dönəm üçün yazdığım şeirlərdən biridir bu. Və qadın mövzusu açılmışkən, sizdə bir oxucu kimi, şəxsən özüm bir oxucu kimi təəccübləndiyim, heyrətləndiğim bir məqam var. Axı, bayaq qeyd elədik ki, siz sosial şəbəkələrdə də sizin şeirləriniz paylaşılır və mən sizin qələminizi indən belə nə mənası? Az elədin, çox elədin, sən də belə seyri bassan, öz-özünü yox elədin. Şeirinizi oxuyanda, düzü mən düşünmürdüm ki, bu qələm sahibi bir qadın olar. Çünki qadınlar axı hisslərini belə daha romantik, dolayı, uzun aslında belə yazır şeirlərində. Sizdə amma bu qədər xarakteristikdir ki, yəni mənə çox qəribə gəldi və siz bəs nə düşünürsünüz? Ümumiyyətlə, şeirlərdə qadın ruhu və kişi ruhu seçilməlidir, yoxsa əsas olan insan ruhudur?
Məncə seçilməlidir. Mən kişi kimi düşünə bilmərəm, amma qadın kimi düşünürəm axı, mən bunu yazmalıyam. Mən elə bilirəm, mənim şeirlərimi oxuyanda hiss olunur ki, bunu qadın yazıb. Və elə bilirəm ki, belə də olmalıdır. Şeirdən xarakter sezilməlidir, seçilməlidir, kimlik bilinməlidir. Həmin şeir haqqında indi xatırlatdınız deyim, çox təəssüf ki, həmin şeiri Vahid Əzizin adına bir neçə səhifə paylaşmışdı. Biraz da əvvəl məni narahat elədi bu məqam. Sonra gördüm ki, yox, şərhlərin hamısının altında yazırlar ki, düzgün yazdın, xəyali seviliniz. Dedim, hə, artıq mən bir söz deməsəm də olar, sağ olsun, oxucular yazırlar. Amma mən sizə deyəndə ki, özünüzü təqdim edin. Siz dediniz ki, kaş elə xəyali seviliniz. Amma əslində hardasa o yolu biraz yaxınlıqda yaralamısınız. Demək, o təvəzzəkarlığı orada etmişəm və ancaq etmək istəmirəm. Mən həmişə istəyirəm ki, öz həddimi özüm görüm və mən özümü burada görürəmsə, insanlar da məni burada görəcək. Yəni, özümü kiçiltməyi heç vaxt sevmirəm, qaldırmağı da sevmirəm. Sadəcə öz ölçümü, öz meyarımı özüm təqdim edə bilim insanlara. Xəyali sevil, məsələn, mən deyəndə bir portret çizilirsə gözümdə, insanlarda da o elə bilirəm ki, hardasa var. Təbii, kütlə üçün yazmıram mən, kütlə məni anlaya da bilməz. Bir də görsən o qədər güclü şeirin altından yazırlar ki, bu nə şeirdir və yaxud da bir dənə mən özüm bilirəm də, mən şair kimi şeirimi oxuyuram, görürəm ki, bu qədər də güclü misra deyil. Altında yazırlar şedevrdir. Deyirəm, ay başına dönüm, bu şedevr deyil, şedevr buydu, hansı ki bunu bəyənmirsiniz. Düzdür. Bəs sizin oxucularınızın arasında sosial şəbəkə olsun, real həyat olsun, ən çox oxşar aldığınız rəy hansıdır sizin yaradıcılığınızla bağlı, şeirlərinizlə bağlı, sıfır özünüzlə bağlı? Xoşuma gələn rəylər. Xoşuma gələn və daha çox eşitdiyiniz fikirdə deyək, hamı tərəfindən. Məncə mən hamı üçün yazmıram və bunu da ki, hamı bilmir. Bəzi insanlar var ki, bilirlər ki, mən hamı üçün yazmıram. Mənim şeirlərim kimlər tərəfindən qəbul olunur. Onların, məsələn, tədbirlərə falan gedirəm. Bir də görürsən ki, baxıram da, bir şair olaraq baxıram ki, tutaq ki, bu şair nə yazır, bu nə yazır, bu nə yazır, bilirəm. İçərisində elələri var ki, bilirəm ki, o yaxşı yazır. Gəlir mənə şeirini deyir, məndən fikir almaq istəyir. Artıq bilirəm ki, mənim yaxşı hesab elədiyim şair belə məndən fikir almaq istəyirsə, bu artıq mənə xoş gəlir. Keçən dəfə bir şair dostumuz hərəsinə bir söz dedi şairlərdən. Sonra dedi ki, bir dənə xəyalə ilə işim yoxdur. Niyə? Çünki xəyalə yaxşı yazdı. Sonra mənim ondan işim oldu. Dedim, mənim səndən işim var. Bəs hamı üçün şeir yazmayan Xəyalə Sevil öz auditoriyasından razıdır. Auditoriyamdan razıyam, amma orta demək olmaz ki, elə bilirsiniz necə, yenə seçiləcək, burada da seçiləcək. Çünki həqiqətən, bax, şərhlər yazırlar da mənə. Kimi mən bilirəm ki, kimi şəklə şərh yazır, kimi şeirə şərh yazır. Şeirə şərh yazanların özləri də bölünürlər. Kimi elə tərif olsun deyə yazır, kimi həqiqətən şeiri oxuyub şeirin dərinliyini anlayır deyə yazır. Elə şərhlərə mən adətən cavab verirəm, xoşuma gələn rəylərə, xoşuma gələn ki, həqiqətən məni gördü burada. Amma elə olur ki, baxıram ki, yəni sadəcə şərh olsun deyə yazılıb bu. Bəs Xəyalə Sevilin özünün sevdiyi bir şair varmı ki, otursun o şeirlərini boş vaxtında oxusun, o ruhu qidalansın həmin şeirlərin? Elə bir şair var? Var, təbii. Bu da dönəm-dönəm dəyişir. Mən yadıma gəlir ki, Bəxtiyar Vahabzadənin kitabı var idi məndə, ondan çıxa bilmirdim. Kitabdan çıxa bilmirdim. Bəxtiyar Vahabzadədən çıxa bilmirdim. Gəncədə Məmməd Alim rəhmətlik mənə dedi ki, nə vaxt ki Bəxtiyar Vahabzadədən çıxacaqsan, sən şair olacaqsan. O vaxt üçün mən deyirdim ki, necə ola bilər ki, Bəxtiyar Vahabzadə belə böyük şairdir, mənə ondan çıxmağımı istəyirlər. Ancaq zamanla çıxdım, Ramiz Rövşənə çıxdım, demək, biraz qalxmışam. Sonra hətta Ramiz Rövşəndən də çıxdım. Çıxmaq o demək deyil. Bilirsiniz necə? Bir şeiri davamlı necə oxuyasan? Bu şeiri oxudum, bundan aldığımı aldım. İndi yeni şeir oxumaq istəyirəm, yeni müəlliflər istəyirəm. İndi, məsələn, son zamanlar daha çox oxuyuram. Bilirsiniz, şeir də mənim üçün Tərlan Əbilovu oxuyuram. Onu deyim, daha çox Tərlan Əbilovun şeirlərini oxuyuram. Ancaq bu da elə olur ki, mən şeiri həmişə oxuya bilmirəm. Mənim üçün maraqlı deyil. Baxmayaraq ki, şairim, həmişə şeir oxumaq mənim üçün maraqlı deyil. Keçən il tədbirdə bir dostum mənə şeirini göstərdi ki, baxdım, heç nə başa düşmədim. Dedim, sonra atarsan da mən buna baxaram. Çünki həmin vaxt şeir istəmirəm. Ürəyim şeiri qəbul etmir. Adətən gedirlər, məsələn, şeir gecələrinə gedirlər, pul verirlər, gedirlər, otururlar ön sırada, şeirə qulaq asırlar. Şeir mənim üçün o deyil, fərd işidir. Mən sakit, özüm, tək özümlə olduğum vaxtı, adətən gecələri belə deyə. Onda otururam, şeirdən bir şey anlayıram. Belə indi qarşılıqda şeir oxudum, heç kimdən başa düşməyəcəm. Başa düşəcəm, ancaq o şeirdəki zövqü ala bilməyəcəm.
Bəs bu gənc yazarlarda, şeir yazan yazarlardan söhbət gedir, təbii ki, şairlərdən. Ümumiyyətlə sizi narahat edən hər hansı bir məqam var, ümumiyyətlə ümumi bir fikir olaraq. Ya şeirin yazılma tərzi mi olsun, ya məsələn bayağılıq mı olsun? Bilirsiniz, nəyə daha çox fikir verirlər yazarlar? Bəzən mənə də bunu qüsur kimi götürürlər. Belə deyək də, məsələn, mən heç vaxt şeirdə qaydalara uymuram. Mən çox gözəl bilirəm bölgü nədir, qafiyə nədir. Bunların hamısını bildiyim halda bəzən bunlara uymuram. Bir neçə şair dostum ki, bilirsən də, burada bir qaydanı pozmuşsan, derim qaydalar pozulmalı üçündür. Niyə eyni hər şeyi burada qaydanla? Duyğunu necə vermişsən, necə hiss eləmişsən burada bunu, ona bax. Özləri də çox zaman-zaman gəlirlər mənim fikrimi. Ancaq mən əksərən şairlərdə bunu görürəm. Düşünürlər ki, elə meyarları tam tətbiq elədin. Ona qalsa şeirin nəzəriyyəsini bilən, istənilən savadlı adam şeir yaza bilər. Qaydanı məndən də gözəl tətbiq eləyər. O bölgüləri, qafiyəni, hər şeyi yerli yerinə qoy, olacaq şeir. Ancaq o deyil axı şeir, o qafiyə deyil şeir. O ruhu hiss elədin, o poetikliyi hiss elədin, qoya bildin onu. O da əslində, sadəcə o da dediyim kimi hamıya uyğun deyil, hamı onu anlamayacaq. Onda belə başa düşdüm ki, sizə görə şeir yazmaq biraz daxildən gəlməlidir, sonradan öyrənilən bir şey ola bilməz. Yəni sonradan mexanikanı öyrənə bilərsən, sonradan nəzəriyyəni öyrənə bilərsən. Ancaq o duyğu biraz yaxınlıq olmalıdır. Mən düzdür ilhama filan inanmıram, deyim ki, mən indi mənə ilham gəldi, mən şeir yazdım filan, belə şeylər biraz keçib. Ancaq nəsə xarakterlə bağlıdır da sevgi derim. Yenə hərlənib filan sevgiyə gəlirim. Şeir xarakterlə bağlıdır. Əgər xarakterində o həssaslıq varsa, elə bir o həssaslığın miqdarıyla bağlıdır bəlkə də. Sən zamanla özünü puxtələşdirib şeir yaza biləcəksən. Bəs belə deyək ki, şeirlərinizdə bəs siz onu hansı an yazırsınız? Yəni necə olur ki, deyirsə oturub bu mövzuda yazım? Heç vaxt düşünməmişəm ki, oturum bu mövzuda yazım. Bəzən olur ki, bir dənə söz fikrimdə hərlənir, fırlanır ki, bu sözü necə işlədəcəm şeirdə. Sonradan bir dənə sözdən bütöv bir şeir əmələ gəlir. Bəs şeirləriniz daha çox real həyatdan, müşahidənizdən baxıb yazırsınız, yoxsa öz həyatınızdan da nələrsə qatırsınız həmin şeyləri mövzu olaraq? Bilirsiniz, kök əsas məndədirsə, yəni əsasən mən və məndən kənarın qatqılarıdır. Hiss etməsəm, heç bir şey yaza bilmərəm. Ancaq təbii elə şeirlər var ki, məsələn yazmışdım ki, çoxdan yazmışdım ki, səndən sonra bir qızım oldu, bir oğlum oldu filan, indi yadımdan da çıxıb. Yəni həmin vaxt heç mənim evladım dünyaya gəlməmişdi. Ancaq hisslər var idi də, o kök var idi. Ondan sonra nələrsə yarandı. Yəni sırf deyim ki, nə yazmışam, hamısını yaşamışam, yox. Amma əsasən yaşamışam. Amma hardasa deyirsiniz ki, kainatda dediyimizi mütləq ki, yaşayırıq. Həqiqətən elədir. Mən ümumiyyətlə tək şeirlərdə yox, ümumiyyətlə düşünürəm uşaqlıqdan bu yana nələri düşünmüşəm, nələr olub, əksəriyyəti olub. Və indən belə gələcəklə də bağlı bəzi şeylər deyirəm ki, mən fikirləşirdim, sonra deyirəm, məndə nə olur belə? Mən necə hiss eləmişəm onları? Bəs ümumiyyətlə siz şairlər olan bir mühitdəsiniz də, istər-istəməz. Sizin kimi eyni o dediyini kainat ona qaytardığı olub, yəni elə şairlər, yoxsa sizdə bir hissi olaraq o sizdə yaşanır ki, doğrudan da yazdığımı yaşayıram? Bilirsiniz, mən əslində mühitdə deyiləm. Mən heç vaxt da mühitə girməmişəm. Mənim çox az ətrafım var. Çox adamla salam-sağ olun var, amma çox az ətrafım var. Çox az tədbirlərə gedirəm, çox az görüşlərdə iştirak edirəm. Deyim ki, mənim şair rəfiqələrim var, yox. O da bir-iki nəfər belə, yəni demək olar. Ona görə mən hamının fikri haqqında belə bilirsiniz, insanları əgər mənim üçün maraqlı şairdirsə, onu şeirindən tanıyıram, şəxsindən yox. Elə insanlar var ki, onun məsələn yaradıcılığı mənim üçün çox böyükdür. Amma elə paylaşımlar edirəm vaxtsa, bu mənim üçün necə bir böyüklükdə şairdir, ancaq həyata baxışını primitivləşdirib. Yəni mən ona görə o balansı itirməmək üçün, yəni gözümdə yaxşı bildiyim insanları gözümdə yaxşı saxlamaq üçün, ona görə çox da insanlara yaxınlaşmıram. Onu necə qəbul eləmişim, o formada saxlayım. Kənar qalan isə mənə maraqlı deyil. Böyük şair, bəs özünüzün böyük şair bildiyi, amma heç vaxt yəni təəssüratlarınızı yanıltmayan
ustadmı deyə özünüzə bildiyiniz, ya böyük şairmi? Yəni başqa bir elə bir insan var. Həm də ondan siz öz şeirlərinizi onlara göstərirsiniz, onlardan fikir alırsınız. Heç kimə indi şeylərimi göstərmirəm. Bir də bu ustad anlayışı mənim üçün çox belə keçmişdi. Yəni adətən deyirlər ustad falan kəs. Bəzən bunu heç o qədər də şeirini oxumayıb, onun fikrini almır, amma yenə də ustad hörmət əlaməti olur, ustad deyirlər. Mən heç kimə ustad deməmişəm. Kimisə də mənə ustad deməyini də istəmərəm. Yəni ustad qaldı Aşıq dövründə. O bizə aid deyil. Ancaq şeirlərini oxuduğum bayaq da Tərlan Əbilovun adını çəkdim. Səhv eləmirəmsə Lənkəranda yaşayan bir şairdir, orta yaşlı şairdir. Ancaq onun şeirləri məni çox qane eləyir. Mən çox belə oxuyub, bilirsiniz şeir nədir? Oxuyursan, sonra desən ki, ayda nə dedi bu? Necə dedi? Necə yəni mənim görmədiyim tərzdə yaxınlaşdı? Onda mən son zamanlar daha çox onda görürəm onu. Yoxsa bir də görsən şeir oxuyuram, uzun-uzun, mən bir də sevmirəm uzun şeirləri. Şeir mənim üçün lakanik olmalıdır. Fikrini yığacam deməyi bacarmağın özü də elə bir şairlikdir. Uzun-uzun şeir oxuyursan, gəlir 8 bənd, lap belə heç bənd olmasın, sərbəst vəzində şeir oxuyursan, içindən bir dənə misra çıxartdın ki, hə, gözmüncüğü, bir dənə burada maraqlı bir fikir deyildi. Mənim üçün yəni lakanik olmaq daha istedadın göstəricisidir. Bəs müəyyən bir yol qət etmiş təcrübəli bir deyək ki, şair, çünki məncə o yeri var desək, işitmiş kimi olmaz, yəni bu belə desəm. İndi bu yolun başında olan, yazmaq istəyən, yazan, pozan gənc şairlərə, bəlkə də izləyicilərimiz arasında elələrdə bir dəki var. Onlara nə demək istəyərdiniz? Hansı təcrübələrinizlə bölüşmək istəyərdiniz? Təcrübə deyil əslində, ancaq oxumaq, çox oxumaq, fərqli yazarları çox oxumaq ki, özünə yol tapa biləsən. Sən hansında dayanacaqsan, hansının yazı tərzi, əslində kimdəsə dayanmaq deyil, yenə də özünü qatacaqsan ora. Ancaq çox oxumaq ki, fərqli yazı tərzlərini görəsən. Sırf nəzəriyyə ilə getmək bayaq dediyim kimi olmur. Orada artıq dirənəcəksən, primitivləşəcəksən, hamı kimi olacaqsan. Ancaq çox şeir oxuyanda və yaxud da çox nəsr əsər oxuyanda, mən elə olub ki, hansısa bir roman oxumuşam, romanın hansısa söz, yenə dediyim kimi heç fikir də yox, söz məni təsirləndirib, mən ona şeir yazmışam. Oradan bir mövzu yaranıb mənim üçün. Yəni, sırf burada şeirdən getmir söhbət, bir böyük bir həcmli bir roman deyək. Mütləq ki, oxumaq lazımdır. Bunun yaxşı yazmağın yolu oxumaqdır, əvvəl oxumaqdır. Ondan sonra artıq nəsə formalaşacaq, özünü qata biləcəksən. Mütləq ki, sizin də qarşınıza çoxlu şeirlər çıxır, çoxlu yeni şairlər çıxır. Ümumiyyətlə, siz orada bir cümlə işlətdiniz, hamı kimi olmamaq. İndi sizin ümumiyyətlə bu hamı kimi olmamaq deyəndə, baxanda müşahidələriniz ən çox sizin özünüzü bir şair kimi də, qarşı tərəfi, yəni gördüklərinizi tənqid elədiyiniz mövzu hansıdır? Ən çox nə sizi narahat edir bir şair kimi? İnsanların həyatına qarışmaq. Məsələn, mən həmişə düşünürəm ki, ən pis insanın belə yaxşı bir tərəfi var. İnsanı olduğu kimi qəbul eləmək lazımdır və bir də həmişə mən özümə bir söz deyirəm, mənim nə həddimə kiməsə danışmaq, kiməsə qarışmaq. Mən ailəmdən cavabdehəm, mən özümdən, hələ daha çox ailəmdən də çox, ailəm də hamısı ayrı-ayrılıqda fərdi, evlatlarım böyüklər, onlar da fərdi olurlar, xarakter formalaşır, yəni onlar o cür düşünürlər, mən bu cür düşünürəm. Demək, mən birinci özümdən cavabdehəm, mən kənardan yox. İndi uşaqlar haradasa o yaşdadır ki, biraz onlara fikir verməli oluram. Ancaq biraz böyüyəndən sonra hətta onlardan da. Mən düşünürəm ki, heç kimə qarışmamalıdır. İnsana kim qarışa bilər? Özü, öz daxili, öz sərhəddi kim qoya bilər? Öz vicdanı. Yəni, məni kiminsə, mən düşünürəm ki, azadlıq insanın həyatında çox önəmlidir. Azadlıq şərt, məsələn, harasa getmək, harasa gəlmək deyil. Düşünməyin özü də bir azadlıqdır. Mən bu cür düşünə bilirəmsə azadam. Mən düşündüyümü deyə bilirəmsə azadam. O azadlığı mən düşünürəm ki, qorumaq lazımdır. Biz sizi yaradıcılıqda xəyali sevgi kimi tanıdıq. Bəs ailə içində övladlarına qarşı xəyali sevgi necə bir anadır? Çox mənim də təsirləndiyim bir məqamı deyəcəm. Mənim anam bir dəfə mənə zəng elədi. Biz nəsə danışırdıq uşaqların həyatından bağlı, uşaqlara belə elədim. Mamam dedi ki, mən dünyada sənin kimi ana görməmişəm. Çox qəribə oldum, tutuldum. Çünki anadan yaxşı ana olmağın tərifim, bilmirəm, daha böyük hissəsi, daha böyük nöqtəsi idi bu. Çünki dedi ki, məsələn, mənim anam elədir ki, mən
belə düşünürəm, analar da iki cür olur. Mən evladım üçün ölərəm də, öldürərəm də. Ancaq mənim anam sadəcə ölər. Bilirsiniz, indi biraz mən bunu belə dedim, düzgün anlaşılsın. Bu elə insanlar var ki, analar var ki, həm də mübariz anadır. Mənim anamın dediyi məqam o idi ki, yəni sən sadəcə uşaqları yedizdirin, səliqəyə salın, bunların gələcəyini düşünün, bunlar deyil. Həm də möhkəm durursun arxalarında. Mənim uşağım hansısa bir səhv eləsə, səhv insana məxsusdur. Səhv də eləyə bilərlər. Mütləq elə hər şey mükəmməl olmalı deyil. Səhvinin belə arxasında dururam. Mən ona görə deyirəm ki, yəni qınaq həmin vəziyyətdə belə, yəni tək yaxşılığının, yaxşı tərəflərinin yox, səhvinin də, düzünün də arxasındayım. Mən düşünürəm ki, mən yaxşı anayam, ancaq bu haqqda demək də biraz tezdir. Elə bilirəm ki, hər şey yerbəyer olandan sonra, evladlarımdan onu alanda, bir də yaxşı cəmiyyətə yaxşı evlad vermiş olanda, onda artıq bir könül rahatlığını deyəcəm ki, mən yaxşı anayam. Bəs ailə qayğıları ilə məşğul olan bir qadının yaradıcılıqda ən çox, yəni sizdən nümunə götürək də, ən çox hansı çətinliklərlə qarşılaşırsınız? Həm ailə qayğıları, həm yaradıcılıq, İkisini bir necə balanslaşdırırsınız? Yenə bu azadlığa gəlib çıxır. Mən heç vaxt düşünmürəm. Deyirlər ki, qadınlar üçün yazmaq çətindir filan. Mən belə düşünmürəm. Çətindirsə ümumiyyətlə yazılmamalıdır. Əgər mən hansısa bir mövzuda yazmaq istəyirəmsə, onu yazmalıyam. Yox, əgər mənim o kənar müdaxilələr varsa, mən onu yaza bilmirəmsə, demək ümumiyyətlə qələmi qoymaq lazımdır yerə. Yəni mən o azadlığı şeirimdə tətbiq edə bilmirəmsə, heç nə yazmamalıyam. Bəzən şairlər deyir ki, mən yazardım, ancaq kənar müdaxilələr, həyat yoldaşımın qadağası filan, o deyil də. O duyğu gəlirsə, onu yazmalısan, mütləq yazmalısan. Yəni elə bir xüsusi bir çətinlik var, qadınam, tutaq ki, onu yaza bilmirəm deyə biləcəyim heç nə yoxdur. Bir zaman məsələn tədbirlər olurdu, o vaxt daha çox gedirdim tədbirlərə. Rayonlarda filan daha maraqlı tədbirlər olurdu, məsələn dövlət səviyyəli tədbirlər. Çağırırdılar, gedə bilmirdim. O da əslində sırf qadağa deyildi. Mən özüm də öz həddimi bilirəm axı, mənim uşaqlarıma baxmaq lazımdır. Mən uşaqları qoyub çıxa bilmərəm. Zaman yəni qadın baxımından da, yəni onlar olmurdu. Amma zamanla onlar da hardasa yerinə düşüb. İndi də özüm istəmirəm, heç bir yerə getmirəm. Sizin danışıqlarınızdan belə başa düşdüm ki, həddinizi bilmək, insan həddini bilməz bir həyat fəlsəfəsidir sizə görə. Bəli, mütləqdir. Və siz bunun mütləki barını yemisiniz, yaxşı mənada. Bəli. Bəs ənənəvi olaraq izləyicilərimizə sözünüzlə, şeirinizlə, arzularınız nələr olar? Nə arzuluyum? Arzu elədir ki, mütləq fərdi məsələdir. Mən deyim sizə, ümumi arzu can sağlığı. Can sağlığından ümumi bir şey yoxdur. Amma fərdi arzular, kimin nə ürəyində arzusu var, mən həmişə belə arzuluyorum insanlara. Hər şey ürəyincə olsun. Mən mütləq kimisə təbrik eləsəm belə, axırda yazırım, hər şey ürəyincə olsun. İndi oxucularımızın da hər şey ürəyincə olsun. Çox sağ olun. Və sizdən son olaraq ən çox xoşladığınız, ən çox sevdiyiniz şeirinizi oxumanızı istəyirəm. Bunu da ayıra bilmirəm, düzdür. Mənim ən çox sevdiyim şeir hansı şeirdir deyə bilmərəm. Hər şeirimin bir doğmalığı var. Hər şeirim şeir olaraq baxmıram, çünki zaman keçəndən sonra duyğu deyirəm, filan vaxt yazmışdım bu şeiri. Filan duyğuya həsr etmişdim bu şeiri. İndi kitabım yanımdadır. Açım məsələn, birinci şeir nə idi? Düzü yadımdan çıxıb. Birinci şeir oxuya bilərəm. Sehirbaza gəlib çıxmışıq. İndən belə nə mənası? Az elədin, çox elədin. Sən də belə sehirbazsan. Öz-özünü yox elədin. Gün batdı, ayam özümə. Səhvəm, cəzayam özümə. Gül kimi payam, özümə gör kimi qucaq elədin. Ant deyirsən içim səni, yol verdin ki, keçim səni. Saxlamağa gücüm səni çatardı, uzaq elədim. Bugünkü verilişimiz belə sona çatdı. Növbəti verilişlərimizdə hansı qonağı görmək istəyirsinizsə, bizim WhatsApp nömrələrimizə yazaraq bildirə bilərsiniz. WhatsApp nömrəmiz 070 737 25 35.